Ay anam ben zarf. Hoş geldin. Hoş Ne geldin. dersin? Ne var ne yok. İt burnu ne çiyadın? İt burnu seçen bir manada. Kilosu bir mana. Kilo iş seçanı. Ha korkuyordum ben kilosu. Heyecanlandım. Ben de. Ha pazar olsun. Ben siber. Biber 2 manada, 2 manada. Yerli Balonu biber. 5 manada. Ha. Pazar olsun. Bu arin mürəbbəsidir. Erik diyor. Kim eləyib onu? Özüm. Maşallah. Neçədir? 10 manada. 10 manata. Pazar olsun. Kənd yumurtası neçədir? Salam. Yumurtası Ha, necəsən ana? sağ ol, 30 lira. 30 qəpiyə. Ha, təmiz kənd yumurtası. Elə yığın ki, dağılmasın. Bir 100 dənə yığın. 100 dənə alın da. Siz yoksa? Ay ana, mən zarafat edirəm. Dəqiq deyirəm, mən alacam, başına dönüm. Ala pulumu verim. Yo, yo. Sonra söz birdən gəlməsən, kimin ehtiyacı olsa ona verərsən. İhtiyaç özü Ala bunu çıx 30 manatı. Maşallah. Allah bərəkət Sağ versin. olasın. Bazarlarda əlbəttə bildiyimiz kimi həm vicdanlı, həm vicdansız, həm satıcı, həm də alıcı vardır. Ona görə ən əsas o da həqiqətən mən deyim, burada kəndlilər əziyyət çəkirlər. Bazarda da soyuğu var, istisi var, çətinliyi var. Bəzi müştəri var ki, çox özündən razı, kobud rəftarlar da ola bilər. Amma unutmayaq ki, bazarda, yəni buradakı vətəndaşlara mütləq və mütləq məhsul alanda ay üstündə 10 qəpik artıq oldu, əks oldu, çox söhbət eləməyək.